Salam əziz izləyicilərim. Bugün mən göyərtili çıqan hazırlayacağım. Ləzgi mətbəxinə aid yeməkdir. Çox dadlı, həm də bir o qədər rahat yeməkdir. İndi isə keçirəm hazırlamağa. Xəmir yoğurduqdan sonra, xəmir adi halda yoğururam. Duz, biraz su qatıb xəmir yoğururam. 2 kündəyə ayırıb biraz gözlədirəm ki, xəmir özünü tutsun. Ondan sonra göyərtiləri yuyub yaxşıca xırda-xırda doğrayıram. Göyərtiləri doğradıqdan sonra 4 ədəd kartofu soyub videoda göründüyü kimi qub-qub halda doğrayıram. Kartofları doğradıqdan sonra keçirəm xəmiri yaymağa. Xəmiri yayıb 2 gündən də yaydıqdan sonra içliyini hazırlayıram. İçliyinə yağ, duz, biraz kərə yağı, biraz duz, biraz da duru yağ əlavə edib qarışdırıram. Qarışdıqdan sonra içliyi əlavə eləyirəm. Qıraqlarını əlimlə bükürəm. Əlimlə bükdükdən sonra əvvəlcədən qızdırdığım tavada yağı əlavə eləyib tərs çevirib tavaya əlavə eləyirəm. Tava qaynar olmalıdır ki, yapışmasın. Biraz pişdikdən sonra 1-10 dəqiqə qədər digər tərəfini çevirirəm. Sonra isə bir 15-20 dəqiqə yenidən pişirirəm. Az xodda pişməlidir. Az xodda pişdikdən sonra kəsib nuş eləyə bilərsiniz. Videolarımı bəyənirsinizsə bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Mənə dəstək olmağı unutmayın. Sizə xoş izləmələr. Əleyəcək olan hər kəsə də nuş olsun.